Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayı, bəli, xeyir və bərəkətlə dolu bir ayın bugün də 3-cü gününə qədəm qoyduq. Ramazan ayının 3-cü günü, Ramazan ayının 3-cü gününün duasında belə buyurulur: "Vec'alli nasiben min kulli hayrin tunzilu fih." Bu ayda Allah nazil etdiyin hər bir xeyirdən mənim üçün bir pay qərar verginəm. Bu məsələnin izahında İslam Peyğəmbəri, Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmin Şaban xutbəsində buyurduğu bir hədisdə diqqət yetirmək lazımdır ki, İnnə əbvabəl cənani fi həzə şəhril müfəttəhə. Bu ayda cənnət qapıları açılmışdır. Bu cümlədən belə nəticə çıxır ki, cənnət indi mövcuddur və Ramazan ayında onun qapıları Allahın salih bəndələri üçün açıqdır. Cənnətin qapılarından məqsəd tutduğumuz oruc, oxuduğumuz Qur'an, ehtiyac sahiblərinə verdiyimiz yemək, ümumiyyətlə bu ayda yerinə yetirilən bütün xeyir əməllərdəndir. Bu səbəbdən İmam Sadiq aleyhissalam belə buyurur: "Nəmmus saimi ibadətun və səmtuhu təsbihun və əməluhu mutaqabbilun və duauhu mustəcabun." Oruç tutanın yuxusu ibadət, sükutu təsbih, əməlləri qəbul olunmuş və duaları isə müstəcabdır. Bəli, oruç tutanın yuxusu belə ibadət sayılır insanın özü üçün. Əgər insanın tam xəbərsiz olduğu yuxu halı ibadət sayılırsa, onda oyaq olduğu zaman Qur'an oxuması, namaz qılması və dualar etməsi daha yüksək səviyyəli ibadət sayılacaqdır. Onun sükutu təsbihdir, təsbih hesab olunur. Əgər bir şəxs sükut edərkən təsbih sayılırsa, o zaman zikir və təsbihlə məşğul olunduğu zaman daha böyük fəzilətə sahib ola bilir insan. Ayda edilən əməllər qəbul olunur. Əməlin düzgün olması, onun qəbul olunması arasında fərq var. Bir əməl düzgün ola bilər, lakin Allah dərgahında qəbul olunmaya bilər. Əməlin düzgün olması onun bütün şərtlərə uyğun yerinə yetirilməsidir. Amma qəbul olunması həmin ibadətin ruha sahib olmasıdır. Bu ayda edilən dualar qəbul edilir. Çünki oruç tutan şəxs daha çox qəlb hüzuru ilə dua edir. İnsan Allah Taalaya nə qədər çox yönələrsə, duanın qəbul olunma ehtimalı da o qədər yüksəlir. Əlbəttə ki, Ramazan ayının maddi və mənəvi bərəkətlərindən daha çox bəhrələnmək üçün yalnız oruç tutmaq kifayət deyil. Günahlardan çəkinmək, özünü tərbiyə etmək və günah çirkinliklərindən uzaq olmaq lazımdır. Uzaq olmaq lazımdır ki, insan ruhunu Allahın lütf və mərhəmətinə nail olmağa hazır vəziyyətə gətirməlidir. Elə bilsin özünü hazır vəziyyətə gətirsin. Cömərdlik və ehsan məhfumunun mənası var. Ramazan ayının 3-cü gününün duasının sonunda belə oxuyuruq: "Vücudikə ya əcvədəl əcvədin." Ey cömərdlərin ən cömərdi, öz cömərdliyinlə bizə ehsan et. Cömərdlik və ehsan sözünün mənası hədiyyə etmək. Sözləri bəzən eyni mənada işlədilir. Amma bəzi izahlardan belə məlum olur ki, cömərdlik ehsandan daha yüksək bir məqamdır. Bəli əzizlər, cömərdlik belə tərif edilmişdir: İstəmədən bağışlamaq
və bu baxışını kiçik görmək, bəzən isə belə deyilib, cömərtlik insanların istəklərinə sevinç hissi ilə cavab vermək və bağışlanmaqdan xoşbəxt olmaqdır. Bəzi alimlər belə tərif ediblər ki, cömərtlik malı Allahın malı istəyən şəxsi ilə Allahın qulu bilmək və özünü bu prosesdə sadəcə bir vasitəçi hesab etməkdir. Amma səxavət, yəni geniş ürəklik daha ümumi mənaya malikdir. İstənilən növ bağışlanmağı əhatə edir. Bəzi alimlər deyirlər ki, əgər bir şəxs sərvətinin bir hissəsini bağışlayıb qalanını özü üçün saxlayarsa, o səxavət sahibidir. Lakin sərvətinin çoxunu bağışlayıb az bir hissəsini saxlayarsa, o zaman cömrət sayılar. Bu təriflərdən belə çıxır ki, cömrətlik ehsandan daha ali bir məqamdır. Ramazan ayının 3-cü gününün duasını son hissəsində Allah Taala'nın bəndələrinə olan sonsuz lütf və mərhəməti vurğulanır. Quranda belə buyurulur: Bəl yədəhu məbsutətəni yunfiqun keyfə yeşə. Əksinə onun iki əli açıqdır və istədiyi kimi bağışlayır. Bəli əzizlər, bu ifadə Allah Taala'nın sonsuz cömərtliyini və səxavətini göstərir. Çünki həddindən artıq səxavətli olan insanlar hər iki əlləri ilə bağışlayarlar. Həmçinin bu Allahın həm maddi, həm də mənəvi nemətlərini ehtiva edən bir işarədir. Bu Allahın bu anlayışı dərk edənlər Allahın hər şeyə qadir olduğuna inanır və onun yolunda bağışlayarkən tərəddüd etmirlər onlar. Onlar bilirlər ki, həqiqi səxavət Allaha məxsusdur və onlar bilirlər ki, onun dərgahında heç bir ehsan zayi getməz. Əziz izləyicilər, bu günə qədər son sözümüz oldu və inşallah gələn verilişlərimizdə görüşənə qədər Allah borc namazlarınızı qəbul etsin.